Salam dəyərli izləyicilər. 20 variant sınağın davamını izah eləyəcəm. 7-ci sınağı izah eləyəcəm. Birinci sualda bizdə nə istəyir? Patentində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. A bərabərdir 4-ə, B verilib 5. Çalışqıcı addımları aydın şəkildə yazın, öyrənmək mümkün olsun. 5-i 4-ə vuracaq, neçə eləyəcək? 36 üstə gələk. A-nın C-yə bölünməsində alınan qalıq A 4-dür. C-də neçə oldu? 9. A-nı da 4-ü də 9-a böləndə qalıq 4 düşür. Nəticəmiz bu B dəyişən qiyməti oldu 40. A bərabərdir B çıxaq C, yəni 40 çıxılsın 9, elədi 31. Printdə nə soruşur bizdə? A plus B plus C. A neçə oldu? A bizdə 31 oldu. B neçə oldu? 40 oldu. C neçə oldu? 9 oldu. 49 üstə gəl 31 elədi 80. İkinci suala baxırıq. İkinci sualda ixtiyari n natural ədəd üçün Python dilində tərtib olunmuş proqramın nəyə çıxışa verdiyini müəyyən edin. 245 daxil edirəm. 245-i 10-a böləndə qalıq 5 qalır. 245-i 10-a böləndə tam hissə neçə qalır? 24. Bizdə n-in sıfırdan fərqliliyi yoxlayır. Yəni 24 sıfırdan fərqlidir. Hə. 24-ü 10-a böləndə qalıq 4 düşür. 4 kiçikdirsə S-in qiyməti neçədir? 5. Hə. S-in qiyməti nə olacaq? Yəni 24-ü 10-a böləndə qalıq 4 düşür. Dövrümüzə qayıtması üçün n bərabərdir 24-ü 10-a böləndə tam hissə 2 düşür. Gəldik dövrə. 2 sıfırdan fərqlidir. Hə. 2-ni 10-a böləndə qalıq 2 düşür. S-in də sonuncu qiyməti nədir? 4. 2 4-dən kiçikdir. Hə. N də bərabər 2 4-dən kiçikdir. Hə. S-in də bərabər olacaq nəyə? N axırıncı qiymət nə olmuş? 2. 2-ni 10-a böləndə qalıq neçə düşəcək? 2. N də bərabər olacaq nəyə? 0-a. 0 0-dan fərqlidir. Yox. Print S-i çap elə. S də nədir? 2-ni çap elədi. Yəni ən kiçik rəqəmini çap etmiş oldu. Üçüncü suala baxırıq. Baxın, burada bizdə üçüncü sualda nə istəyir? Python'da tərtib olmuş proqram nəticəsini müəyyən edin. A verilib, B verilib, C verilib. A-ya baxırıq ki, C dəyişənin qiyməti mənimsədilib. Yəni D. C dəyişənin qiymətinə isə B dəyişənin qiyməti mənimsədilib. Olacaq nə? C. Və bizdə burada isə burada C yeni qiyməti aldığı üçün əvvəlki qiymətin belə deyim ki, bizə lazım deyil. A dəyişəndə yeni qiyməti aldığım üçün bu da bizə dəyişəni belə deyim ki, vacib deyil. İndi bizdə nəyi soruşur? C-ni. C-nin qiyməti nəyə bərabərdir? C-yə, yəni bunları çıxartsaq, belə deyim ki, sonra A-nın dəyişənin qiyməti nəyə bərabərdir? D-yə, sonra da C-yə. Yəni B variantı uyğun gəlir. Dördüncü sualda. Dördüncü sualda da addım şəkildə yazaq. 5 üstə gələk. SQL x, yəni kök altında x bölünsün. Modulda ABC nədir? Modulda x çıxılsın 4. Vurulsun 3. Və x-in qiymətini bir yerinə qoysaq, olacaq 5 üstə gələk 1. 1 çıxılsın 4, mənfi 3 müsbət çıxır. 5 üstə gəl 1, 6. Bu belə. Sonra 5-ci sualda. 5-ci sualda da yerinə qoysaq, birinci nə verilib? Pi
pi üstəgələ yenə kök altında x plus 1 bölünsün modulda x'in kvadratı vurulsun nə? 4. Sadəcə olaraq burada pi'lərin yeri dəyişibdir. Yəni pi'lərin bu əslində burada mən xətt elə çəkmişəm ki ümumi düşür. Yəni ki burada bu şəkildə pi üstəgələ. Yəni burada da sadəcə olaraq pi'lərin burada yeri dəyişmiş olur. Bir fərqi yoxdur. 4 yuxarı qalxsa, yəni olacaq A variantı. Sonra 6-da da nə deyir? Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Gəlin bunu A kimi qəbul edin. A bərabərdir 2-yə, Y bərabərdir 3-ə. A 2-yə bərabərdirsə, yəni A-nın dəyişən qiyməti 2-dir. Set bərabərdir 23 nədir? Hər vergülü görəndə, yəni ora 23-ü əlavə et deməkdir. Yəni 22, 23, E neçədir? 3, yenə vergül var. 23 əlavə eləyəcək. Sonra A üstəgələ Y. Yəni 2 ilə də 3-ün cəminə verəcək 5. Sonuncu 5 olan hansıdır? Budur. Sonra 7-ci sual. 7-ci sualda bizdə 7-ci sualda nədir? Python dilində tərtib olunmuş proqramın icrası zamanı x və y dəyişənlərin hər biri üçün 14 qiymət daxil edilərsə, ekranda nə x olacağını müəyyən edin. 14, 14, z 10 veribdir. Bizə nə deyir? 14, 14-ə bərabərdir. Hə, bizdə end nə idi? Hər iki tərəf true cavabını verməlidir. Yəni, hə cavabını verməlidir. 14 üstə 14, 28, bu il 29, 29 100-dən böyükdür. Yox. Onda yəni bu şərt ödənilməyəcək. Gələcək z-ə, z bərabərdir x plus y, 28 eləyəcək bu. Z vurulsun 3, yəni 28 vurulsun 3, bizə nəyi verəcək? 24, 84. Sonra gəldik növbəti sualımıza. İndi baxırıq. Nam verilibdir, S0 verilib. İndi bizə deyir ki, bu böyükdürmü 99-dan? Hə, onda nə olacaqdır? N bərabər olacaq nəyə? Biz böləndə də bilirik ki, axırıncı rəqəmi götürməyəcək. Olacaq bu. İndi sonra S bərabər olacaq nəyə? Qalıq nəyə götürəcək? 8. 0-ın üstə də 8 gələndə 8 olacaqdır. Sonra ikinci də həll edirik. Gəlirik, N nə idi bu? Böyükdür 99, hə? Yenə tam hissə axırıncı rəqəmi götürməyəcək. Olacaq nə? Bu. Yenə S bərabərdir 8. Yəni buna bölünməsində də alınan qalıq nədir? 7. Elədir 15. Hər dəfədə də, gəlin üçüncünü də yazın. Görəsiniz, hər dəfəsində də yenə n neçə idi? Bu. Yenə 99-dan böyükdür, hə? Yenə bu tam hissədə bunu götürməyəcək. Qalıq ona böləndə nəyə götürəcək? 6. 15-in üstə neçə gələcək? 6. 21. Və hər dəfəsində də bizdən inəyəcək? 8-i götürdü, düzdürmü? 7-ni götürdü. 6-nı götürdü. Sonra nə edəcək? 5-i götürdü. Və sonuncuda nə qalacaqdı? Sonra 4 qalır. Və bunların cəmini soruşacaq. Və cəmi də bizə nə verəcək? 9, 5, eləcək 30. Baxırıq 9-cu suala. 9-cu sualda da nə deyir? Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin.
A verilib 14. Aha, baxırıq ki, burada A ilə B-nin fərqliliyini yoxlayır. Yəni 14, 16 24-dən fərqlidirsə, biz baxırıq. Bir addım yazacağıq. 16 fərqlidirmi 24-dən? Hə. Onda gəlirik nəyə? 16 böyükdürmü 24-dən? Yox. Onda A bərabər olacaq nəyə? İnəyəcək A-dan, yəni 16-dan inəyəcək. 16 24-dən böyük deyil, else düşürük onda. Onda B bərabər olacaq nəyə? 24-dən 16 çıxanda nəyə bərabər olacaq? 8-ə. Sonra gəlib B-nin axırıncı qiyməti 8 aldıq. A neçədir? 16. 16 8-dən fərqlidir. Hə. Onda gələcək nəyə? 16 8-dən böyükdür. Hə. 16 8-dən böyükdür. Ona görə A da bərabər nədir? 16-dan 8-in çıxacaq. 8. Yenə dövrə geri qayıdırıq. A 8 aldıq, B-ni də 8 aldıq. 8 8-dən fərqlidir. Yox. Gəlirəm burada. P vuraq A nədir? 16 vur 24. Bölünsün A neçədir? 8. 24 3. Bu da 48. Yəni belə oldu ki, burada bu hissədə əbub tapır, bu hissədə isə əkub.